Bismillahirrahmanirrahim. Bəziləri en qədər pul qazanır, amma nə vaxt baxırsan, pulu çatmır. Borc alır, kreditə girir. Digərləri isə onlardan xeyli az pul qazanır. Amma görürsən ki, borcu yoxdur, dolanır. Nə ilə bağlıdır bu? Bu, bərəkətlə bağlıdır. Əsas pulun çoxluğu deyil, bərəkətli olmasıdır. İndi sizə iki şey deyəcəm ki, bu iki şey mövcud olduğu təqdirdə evdə bərəkət artır. Birincisi, evə daxil olarkən Allahın adı ilə daxil olmaq. Yəni, Bismillah, Allahın adı ilə deyib daxil olmaq. İkincisi də, ailə üzvlərinin yanına çatdıqda evdə onlarla salamlaşmaq. Əssəlamu aleykum demək. Bu iki şey insanın və evin bərəkətini artırır. Tirmizinin Həsən Səhih olaraq Ənəs ibn Məlik radiyallahu anhudan rəvayət etdiyi hədisdə o deyir ki, bir dəfə Allah Rəsulü sallallahu aleyhi və səlləm mənə dedi ki, ay oğul, ailənin yanına daxil olduqda onlara salam de. Belə etsən, bu sənə və sənin ailə üzvlərinə bərəkət gətirər. Bu hədis dəlildir ki, salam vermək həm salam verənin özü üçün, həm də salam verilən ailə üzvləri üçün bərəkət sayılır. Müsəlman olan kəs çalışmalıdır ki, hər dəfə evə daxil olduqda bu fürsəti əldən verməsin. Hər dəfə evə daxil olduqda ailə üzvlərinə Əssəlamu aleykum de ki, bərəkətin artsın. Hətta qısa müddətli evdən çıxıb yenidən daxil olduqda belə salam ver. Belə etsən, sənə və ailə üzvlərinə bərəkət nazil olacaq. Başqa bir hədisdə Cabir ibn Abdullah radiyallahu anhudan nəql olunan hədisdə o deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. İnsan evinə daxil olduqda və yeməyə başlayarkən Allahın adını çəkərsə, şeytan öz dostlarına müraciət edib deyər ki, bugün sizin üçün nə yemək var burada, nə də ki, gecələməyiniz üçün yer. Əgər daxil olduqda Allahın adını zikr etməzsə, Bismillah deməzsə, şeytan deyər ki, qalmağa yeriniz var. Yeməkdən öncə Allahın adını çəkmədikdə isə deyər ki, həm gecələməyə yeriniz var, həm də yeməyiniz. Bu hədis də dəlildir ki, evə daxil olarkən və yemək yeməmişdən öncə Bismillah demək şeytanı qovub uzaqlaşdırır və onun yeməyə həmşərik olmasına mane olur. Evdə gecələməsinə də imkan vermir. Şeytan evdə gecələyəndə yeməyə həmşərik olana nə baş verir? Ailəni və ailə üzvlərini tovlayıb yoldan çıxarır, yeməyindən yeyib qüvvətlənir, görürsən səbəbsiz yerə evdə mübahisələr çoxalır, anlaşılmazlıqlar yaranır. Yeməyin də bərəkəti azalır. Yemək yeyirsən, amma doymursan, yenə istəyirsən. Hamısı nədəndir? Bərəkətin olmamasından və ya azlığından. Bismillah, Allahın adı ilə dedikdə isə Allah bərəkəti artırır. Ona görə də çalış həm özün, həm də ailə üzvlərin, övladların bu iki xüsusiyyətə həmişə riayət etsinlər. Nəticəsini özün hiss edəcəksən. Hiss edəcəksən ki, bərəkət artır. Vəlhamdülillahi Rabbil aləmin.